Salam, əziz valideynlərimiz, biz bugün sizə gördüyünüz avadanlıqla, serebral efirçi körpələrimizlə ev şəraitində necə əyləncəli çalışa bilərik, onu sizə təqdim etməyə çalışacağıq. Belə ki, biz bu avadanlıqları hardan əldə edə bilərik deyə soruşursunuzsa, bu avadanlıqları biz onlayn əldə edə bilərik və uşaq mağazalarından əldə edə bilərik. Bu avadanlıqlar nə üçün lazımdır? Onu da sizə deyim ki, bu avadanlıqlar artikulyasiya aparatının aktivləşməsi, nəfəsimizin düzgün, nitqimizin səlis olmasına çox vacibdir. Biz necə edirik? Biz öncədən sadədən mürəkkəbə doğru çalışırıq. Belə, burada nələr var? Salfetkamız var, şam, sonra burada tütək, fit, tütəyimiz də var. Toplarımız var, gördüyünüz kimi və belə gözəl avadanlıqlarımız var ki, hansı ki biz sizə bunları daha da ətraflı göstərəcəyik. İndi isə qısa olaraq onu demək istəyirəm ki, məsələn, salfetkanı üfürürük. Əgər körpəmiz bunu üfürdüsə, sonraki məşğələlərimiz get-gedə mürəkkəbə doğru gedir və ən axırda ən əyləncəli və uşaqlarımızın bunu edə biləcəyinə inanırıq və üfürürük.